Hər vaxtınız xeyirli olsun. Qarabağ komandasından olduqca vacib məlumatı sizin nəzərinizə çatdıracağıq. Əgər davamlı videolarımızı izləmək istəyirsinizsə, motivasiya üçün videomuzu bəyənməyi və kanalımıza abunə olub bildirişi açıq tutmağı unutmayın. Biz isə sizə xidmət etməyə davam edirik. Bəli, Qarabağ komandası son ölkə çempionu, Çempionlar Liqasının liqa mərhələsindən artıq playoff mərhələsinə yüksəldi. Playoff mərhələsindəki rəqibimiz isə bildiyiniz kimi, ekranda gördüyünüz kimi Newcastle komandasıdır. Bəs Newcastle-la nə vaxt qarşılaşacağıq? Oyun tarixi, oyun saatı və məkanı barəsində sizləri məlumatlandıracağım. Ekranın aşağı hissəsindən həmin məlumatı yazılı şəkildə görürsünüz. Mən isə şifahi şəkildə sizlərə təqdim edim. UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qarabağ Çempionlar Liqasının playoff mərhələsində ilk oyunu Bakıda, Tofiq Bəhrimovadına Respublika stadionunda fevral ayının 18-də saat 21:45-də keçirəcək. Qeyd edim ki, cavab görüşü mərkəzi Avropa saatı ilə 21:00-da fevral ayının 24-də start götürəcək. Bakı vaxtı ilə desək, 24-dən 25-nə keçən gecə 00:00 radələrində St. James Park stadionunda bu matça start veriləcək. Qeyd edim ki, St. James Park stadionunda təqribən 52.000 azərkeş Newcastle Qarabağ matçına şahidlik edəcək. Newcastle playoff, Qarabağ Newcastle cütünün qalibi playoff mərhələsindən 8-də 1 final mərhələsinə yüksələcək. Burada isə iki potensial rəqibimiz var. Chelsea və Barcelona. Sizcə Qarabağ komandası Newcastle səddini keçib növbəti mərhələdə Chelsea və ya Barcelona'nı Bakıya gətirə bilərmi? Fikirlərinizi şərhlər bölümündə hələ də yazmamısınızsa yazın. Çünki sizin fikirləriniz bizim üçün maraqlıdır. Həmçinin motivasiya olsun deyə bir daha deyirəm. Videonu bəyənin və kanalımıza abunə olub bildirişi açıq tutun ki, növbəti videolarımızı və canlı yayınlarımızı hər kəsdən öncə izləyə biləsiniz. Növbəti videoda görüşmək ümidi ilə hələlik.